Sosial şəbəkələrdə yeni bir təhlükəli trend, boyun qırma videoları yayılıb. İstifadəçilər izlənmə və bəyənmə naminə bu hərəkəti təkrarlayır, nəticədə isə bəzən ciddi xəsarət alırlar. Psixoloq İlahə Aslanovanın sözlərinə görə, baxış sayına və trendə görə insan həyatı qurban verilir. Heç bir trend sənin həyatından, sağlığından dəyərli deyil. Amma çox təəssüflər olsun ki, bu videolar gənclər, xüsusilə yeniyetmələr tərəfindən yalnızca baxılmaqla kifayətlənmir. Eyni zamanda öz üzərlərində sınaqdan belə keçirdirlər. Və sual yaranır ki, yeniyetmələr və gənclər niyə bu videoları çəkməyə ehtiyac duyurlar? Bəzən daxili boşluq, məni görsünlər, mən də fərqli olum düşüncəsi ilə bu videoları çəkirlər. Amma daha sonrasında real düşüncədən uzaqlaşırlar. Bəzən sadəcə diqqət çəkmək istəyidir. Çox təəssüflər olsun ki, bu videolara oyun kimi baxırlar və oyun kimi dəyərləndirirlər. Real həyatda gətirəcəyi təhlükənin fərqinə varmırlar. Travmatoloq Amir Bədəlov deyir ki, belə videolar çoxlu izləmə sayı qazansa da ciddi fəsadları olur. İlhamə Kərəyeva, Cabbar Qaryağdıoğlu, Xəbər Ertəsi.